Azərbaycanda yanvarın 22-sində hava əsasən yağmursuz olacaq. Metbuat.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-3 dərəcə şaxta, gündüz 5-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85%, gündüz isə 55-65% təşkil edəcək. Gecə və səhər saatlarında yollarda buzlanma ehtimalı var. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman müşahidə olunacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-7 dərəcə şaxta, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə isə gecə 17-22 dərəcə şaxta, gündüz 2-6 dərəcə şaxta olacaq. Yollarda buzlanma davam edəcək. Xəbər bürosunu izləməyi unutmayın. Daha operativ və dəqiq hava xəbərləri üçün kanalımıza abunə olun, fikirlərinizi şərhlərdə yazın.